Müasir dövrdə rəqəmsallaşma cəmiyyət həyatının bütün sahələrini əhatə etdiyi kimi, təhsil sistemində də yeni bir mərhələnin əsasını qoyur. Artıq bir sıra ölkələrdə attestat və diplomların kağız daşıyıcıda təqdim olunmasından imtina edilir və bu sənədlər elektron formatda məzunlara təqdim olunur. Bu yenilik təhsilin idarə olunması, sənədlərin təhlükəsizliyi və məzunların işə qəbul prosesləri baxımından ciddi dəyişikliklər vəd edir. Bəs elektron attestat və diplomlar hüquqi baxımdan kağız sənədlərlə eyni qüvvəyə malikdirmi? Və bu keçidi cəmiyyət üçün nə dərəcədə rahat olacaq? Suallarımızı təhsil eksperti Məzahir Məmmədli cavablandırıb, baxaq. Attestat və diplomların məzunlara kağız daşıyıcılarda təqdim olunmaması artıq Azərbaycan təhsilinin dünya təhsilinin bir hissəsi olduğuna bir işarədir. Bilirsiniz ki, artıq dünyanın inkişaf edilmiş bütün ölkələrində artıq kağız daşıyıcılarından istifadə olunmur. Yəni ki, sertifikat şəklində və yaxud da ki, müəyyən tətbiqə yükləmək vasitəsilə artıq hər kəs özünün diplomuna, attestatına, digər təhsil sənədlərinə sahiblik eləyə bilir. O ki qaldı, deməli, bunun Azərbaycanda tətbiqi məsələsinə məxsusi olaraq xatırladım ki, Azərbaycanda ali təhsildən, kollecdən məzun olan deyək ki, tələbələr şəxsən diplomların alınması ilə bağlı müəyyən problemlər yaşayırdılar. Artıq indi o problemlərdən azad olacaqlar. Onlar ali təhsili bitirən kimi deyək ki, əmək bazarına baş vurmaq üçün mütləq şəkildə diplomlarını gözləməlidirlər. Ya onlara bir arayış şəklində təqdim olunurdu, əgər vacib bir vəziyyət yaranırdısa. Amma indiki halda artıq o universitetdən məzun olduğu andan onun sənədləri, məsəl üçün Azərbaycanda daha çox geniş istifadə olunan MyGov tətbiqinə yükləməklə istənilən bir yerdə onu deməli işə qəbul zamanı və yaxud da ki, xarici ölkəyə getdiyi zaman hər hansı bir şəkildə vacib olduğu zamanda elektron qaydada istifadə edə biləcək. O qaldı məsələnin digər tərəflərinə ki, deməli bu müəyyən deyək ki, elektron tətbiqin olmadığı yerlərdə problem, məhdudiyyət yarada bilərmi? Mən düşünmürəm, çünki artıq dünya o qədər inkişaf eləyib ki, o cümlədən də Azərbaycanda internetlə bağlı çox nadir belə deyək ki, ərazilər ola bilər ki, orada hər hansı bir imkanlar, internet imkanlarından istifadə etmək mümkün olmasın. Yəni mən düşünürəm ki, bugün Azərbaycan təhsilinin buna inteqrasiyası, yəni nöqsansız, qüsursuz baş verəcəksə, əlbəttə ki, bu həm attestat alan şagirdlərin, həm də diplom alan universitet, kollec məzunları üçün faydalı olacaq.